Mis 2 nitrat məhlulu üçün nə doğrudur deyə Kuprin-NaOH 2-ni soruşur. 2 mərhələdə hidroliz edir. Bəli, çünki burada hidroliz məhsullarından biri mis hidroksonitratdır, digəri də mis 2 hidroksiddir. Birinci mərhələ budur. Yəni 1 mol su gələndə bu düzdür. Burada OH ionlarının sayı hidrogen ionlarının sayından çox deyil. Yəni buna göstərilən bu turş mühit deməkdir. Üzr istəyirəm. Bu əsasi mühit deməkdir. Bizdə amma turş mühitdir. Çünki nitrat turşu güclüdür, səhvdir. Hidrolizin birinci mərhələsinin əsası düz əmələ gəlir. Bəli, kuprin-NaOH 2, kuprin-NaOH 2 bu da düzdür. Hidrolizin birinci mərhələsində turş düz əmələ gəlmir. Elektrolizi zamanı turşu alınır. Bəli, çünki mis 2 nitratın suda məhlulunun elektrolizindən katodda mis alınır. Oksigenli turşu duzu suyun oksigenini alınır. Bir də nitrat turşusu alınır. Bəli, bu da düzdür. 1, 3, 5 cavabımız.